İqlim dəyişmələri, qlobal istiləşmə kimi problemlər hazırda bütün dünyanı, o cümlədən ölkəmizi də narahat edir. Çünki ekoloji tarazlığın pozulması yanğınlara və digər təbii fəlakətlərə səbəb olur. Həmçinin yay fəslinə xas yüksək temperatur da yanğın riskini artırır. Lakin çox zaman meşə yanğınlarına səbəb insan faktoru olur. Quru meşələr var, deyək ki, Qəbələ rayonunda, Böyük Qafqazın cənub hissəsində xüsusilə bu meşələr yanğına daha həssas olurlar. Yanğınların baş verməsinin əsas səbəblərindən biri də insanların bir qədər istirahət etdikləri yerlərdə məsuliyyətsiz olmalarıdır. Ocaq çatılan zaman, siqaret kötükləri atılan zaman, çox vaxt kənd təsərrüfatı bitkiləri yandırılan zaman açıq sahələrdə belə yanğınlara yol açılır və kütləvi yanğınlar baş verir və sonradan onları söndürmək də çətin olur. Biomüxtəlifliyə ziyan dəyir, meşə örtüyü sıradan çıxır. Meşə yanğını zamanı zərər çəkən yalnız bitki örtüyü və ağaclar deyil, meşənin digər canlı sakinləri də məhv olma təhlükəsi ilə üz-üzə qalır. Dünyanın ağciyərləri sayılan meşələri bu cür təhlükələrdən qorumaq üçünsə sadə qaydalara riayət etmək kifayətdir. Bəzən meşələrdə elə biz insanlar sürtçü yağlarına bulaşmış əskilər atırıq, bunlara yol vermək olmaz. Bəzən meşələrə şüşə qablar və şüşə qırıntıları atırıq. Bu da sonradan günəş şüalarının fokuslaşması nəticəsində yanğınların baş verməsinə səbəb olur. Mütləq tonqallar söndürülməli, onun üzərinə su ilə söndürülməli, üzəri torpaqlanmalı və tonqalın tam sönməyinə əmin olandan sonra ona tərk edilməlidir. Bəzən nə qədər qorumağa çalışsaq da bizdən asılı olmayan səbəblərlə əlaqədar yanğından tam mühafizə mümkün olmur. Mütəxəssislərin sözlərinə görə davamlı yanğı, duman şəkilli tüstü, heyvan və həşəratların narahatlığı müşahidə edildiyi zaman dərhal 112 qaynar xəttinə məlumat vermək lazımdır. Çünki bu məhz yanğının əlamətidir. Salatin Pirmuradova, Emin Tağıyev, Telesəhər.